Ehtimal nəzəriyyəsi və riyazi statistika fənninin ikinci mühazirəsinə aid olan aralıq imtahana düşə biləcək sual nümunələrini izah edəcəm. Burada əsas etibarilə biz ən böyük ehtimallı ədəd, Bernoulli düsturu və bu kimi bir sıra qaydalara aid misallar həll edəcəyik. 91 nömrəli sualdan başlayaq. Səhv etmirəmsə burada 80 dənə test olmalıdır. Nə qədər vaxtımız alacaq bilmirəm, amma təxmini 80 dənə test izah etməliyəm. Deməli, mühərrikin qoşulma ehtimalı 0,8-ə bərabərdir. Bütün mühərriklər qoşulmamasını soruşur. Qoşulma ehtimalı 0,8-dirsə, qoşulmama ehtimalı 1 çıxaq 0,8, yəni 0,2-yə bərabərdir. 6 dənədən heç biri qoşulmayacaqsa, deməli 0,2 üstündə 6. O da eləyər vergüldən sonra 6 dənə ədəd olmalıdır. Bunu nəzərə alın. Deməli, bu eləyəcək 0,000, bir dənə də 0, sonra 64. 92 nömrəli sual. Ən böyük ehtimallı ədədi tapın. Baxın, mən bunun üzərində bir qədər dayanıb bir dənə sualı geniş izah eləyəcəm. Amma bundan aid olan digər sualları isə sürətli keçəcəm. Ən böyük ehtimallı ədəd nədir? Bernoulli düsturuna əsasən verilən n dənədən m dənəsini biz seçirik. Bu m-i neçə dənə seçsək ən böyük ehtimal alarıq. Yəni əsas mahiyyət bundan ibarətdir. Və tapılması qaydası isə axtardığımız m0 nə ilə nə arasında olmalıdır? N vuraq p üstə gələk p. N vuraq p çıxılsın q. Yazılı imtahan verən yoldaşlar da əsasən bu hissəyə diqqət eləsinlər. Çıxanda Q-nü, toplayanda isə P-ni toplayırıq. Yəni bu hissəyə xahiş edirəm, diqqət eləyin. Yazılı imtahanda da yazanda sonra hər iki tərəfdə P yazıb səhv edirlər və ballarından gedir. Test olaraq bu hissənin birini həll etmək bəhs eləyir. Çünki sağ və sol tərəflər bir-birindən bir vahid həmişə fərqlənir. Yəni, baxın, NP üstə gələk P-dən. Mən NP çıx Q-nü çıxsam, görün burada nə qalır? NP-lər gedir, qalır P plus Q və bərabərdir 1. Hətta mən bunu ispat edirəm ki, sağ və sol tərəflər bir-birindən bir vahid fərqlənir. Yəni, bir tərəfi tapsaz, o bir tərəf bilin ki, bir vahid fərqi ilə olacaq. Yenə deyirəm, mən bir dənə sual üzərində bunun daha geniş dayanıb izahatını verirəm ki, o birisləri artıq sürətli keçəcəm və daha tez həll edəcəm. Bir dənəsini indi həll edək. N-in qiyməti verilir 10. P-nin də qiyməti var 0,9. Bir dənə də üstünə P gəlməliyəm. Deməli, üstünə 0,9 gəldim. Sol tərəfdə isə 10 vuraq 0,9 çıxılsın Q, yəni 0,1. Deməli, axtardığımız ədəd nə ilə nə arasında olur? 9-un üstü 0,9 gəlsək 9,9. Burada isə 9-dan 0,1 çıxsaq 8,9. Baxın, bir vahid bir-birindən fərqləndi. 8,9 ilə 9,9 arasında hansı sayı var? 9 var. Deməli, cavabımız olur 9. Daha sürətli həll etmək üçün həmişə fikir verin ki, NP hissəsi bizə məsələnin həllinə daha yaxın olmağa kömək edir. N və P. Daha sonra üzərinə bir kəsr ədəd gəlib, onu yuvarlaqlaşdırırsınız, hesab eləyin ki. 93 nömrəli sualda baxsaq, standart detalın avtomat dəzgahda düzəlmə ehtimalı 0,7-yə bərabərdir. Təsadüfən götürülən 8 detal. Deməli, burada bizdə nə var? N 8-dir. Bir tərəfini həll eləyəcəm. N 8-dir, P 0,7-dir. Bir dənə də üstə gələk. 0,7. Neçə elədi? 5,6 üstə gələk 0,7. Yəni, biz 9-a vururam da əslində. 6,3. Sağ tərəf 6,3-sə, deməli, sol tərəf 5,3 olacaq. 5,3 də 6,3 arasındakı ədəd neçədir? 6-nın özü. Yenə, baxın, bir-birinə bənzər eyni suallar. 0,9 P-dir, 4 detal. 4 vuraq 0,9, üstə gələk 0,9. Yəni 0,9 hesab edin ki, 5-ə vururam. M0 kiçikdir, bərabərdir. 4,5-dən.
Onda sol tərəfdə olacaq 3,5. 3,5 ilə 4,5 arasında 4 var. 95 nömrəli sual. Yenə eyni qayda ilə 8, 0,6, 8 n-dir, 0,6 p-dir. Üstə gələk bir dənə də p. 4,2, 4,8, 5,4. O birisi 4,4 olacaqdır. 4,4 ilə 5,4-ün arasında neçə var? 5 var. Yenə eyni sual. Çoxdur, yəni baxsaz suallarınız çoxdur. 10 vurulsun 0,65 üstə gələk bir dənə də %65. 6,5-in üstə %65 gələndə eləyir 7,15 səhv eləmirəmsə. Hə. Deməli o birisi də olmalıdır 6,15. Və bunun arasında neçə var? Bunun arasında neçə var? Təbii ki 7 var. Yenə deyirəm, baxın, vaxtınız çatmırsa, sürətli daha tez həll etmək istəyirsə, n və p hissəsi sizə böyük köməkdir. 6,5 yuvarlaq olaraq 7-yə yaxındır. 97 nömrəli sual, yenə də eyni qayda. Yazaq. 10 vuraq 0,8 üstə gələk bir dənə də 0,8. 8,8. Biri 8,8 isə deməli bunun sol tərəfi 7,8 olmalıydı. Bu ikisinin arasında da neçə var? Təbii ki 8 var. 22, 98 nömrəli sualdayıq. 22 vuraq 0,6 üstə gələk bir dənə də 0,6. 13,8, onda sol tərəfdə təbii ki 12,8 eləməli idi və bunların ikisinin arasında neçə var? 13 var. Böyük ehtimallı ədəd. Baxın, hər birisi elə bir-birinə bənzər suallardır. 11 vuraq 0,7 üstə gələk 0,7 bu qayda ilə yenə həll olunacaq. 7,7-nin üstünə 0,7 gələndə səhv etmirəmsə 8,4, sol tərəfdə 7,4. Arasında neçə var? 8 var. 100 nömrəli sual. Deməli, n və p Bernoulli düsturunun qaydasını bir dənə də deyək. Deməli, kombinizon n-dən m, p üstündə m, q üstündə n çıx m. Bu Bernoulli düsturudur. Bu Bernoullidir. Əgər n və m böyük ədədlər olarsa, yəni 1000 dənə sayda sınaqdır, artıq n çoxdur. Bu zaman bizə kömək edir digər asimptotik düsturlar ki, bunlardan biri də Poisson düsturudur. N daha böyük, p çox kiçik olanda n p hasili bərabərdir lambda ilə işarə edirik və o da ondan kiçik olursa əgər, hansı ki, baxın burada n vur p nəyə bərabər olur? 6-ya bərabər olur və ondan kiçikdir. Bu zaman Poisson düsturundan istifadə olunur verilən məsələdə. Yenə ən böyük ehtimal ədəd, aid sual. Yəni baxın, yəni bunların üzərində dayanmaq istəmirəm çox. 10 vuraq 0,79 üstə gələk bir dənə də. %79. Bunu yuvarlaq eləyəcək. 10 vuraq 8,84 üstə gələk bir dənə də %84. Baxın, bu birinci hissə NP hissəsi çox şeyi həll edir. 7,9 yuvarlaq olaraq 8-ə yaxındır. NP 8,4 yuvarlaq olaraq baxın 9-a yaxındır. Həm sual özü asandır, həm də bunu çox tez həll etmək olur. 103 nömrəli sual dediyimiz kimi Bernoulli düsturu ilə həll olunası sualdır. 30% varsa P %30, yəni 10-da 3-dür. 5-dən 3-ündə, kombinizon 5-dən 3-ündə neçəsində olsun deyirsə, olsunun ehtimalı qədər say. 3 dənəsi olacaqsa, deməli, yerdə qalanları 2 dənəsi də olmayacaq. Yəni, qaydası budur. 5-dən 3-ü, 3-ündə olsunun ehtimalı, ikisində də olmasın ehtimalı bu qayda ilə həll edirik. Gəlin, misal birini tamamlayaq.
5 faktorial, 2 faktorial, 3 faktorial. Bu kombinasyon oldu. 343. Bu da %9 eləyir herhalde. Ve cevabı alacağıq təbii ki. Bütün mühərriklər qoşulsun. 5 mühərrik var. Hər bir anda mühərriklərin qoşulma ehtimalı 0.8 ise hamısı qoşulsun. Qoşulsun da 0.8'in üstündə 5. Bu verməlidir bizə. Bu ədədi verməlidir. Beşinden üçünde olsun dediğine göre kombinasyon 5'ten 3. Olma ihtimali, saz olma ihtimali 0.8 disə 0.8'in kubu 3'ü saz işləsin deyirdi. Yerdə qalır 2 dənəsi. 2 dənəsində saz işləməmə ehtimalı 0.2'dir. Bunu tamamlasaq misalı düzgün cavabını alırıq. Zərin 2 dəfə atılanda 4 xalının düşməsi ehtimalı. 2 dəfə atılırsa oyun zəri 5 dəfə atılır. 5'indən ikisində 4 xalı düşsün. 4 xalının düşmə ehtimalı 6'da 1'dir. 2 dəfəsində düşdü. Düşməmə ehtimalı isə 6'da 5'dir. Əgər 5'indən ikisində düşdüsə, deməli 3 dənəsində də düşməyəcək. Bu zaman düzgün cevap almalıyıq. Yine Bernoulli düsturun köməklə həll edirik. 6'sından ikisi olsun, 6'sından ikisi olsun dediğinin sayı qədər ihtimal olmasın da 0.2 olar. 6 dənəsindən ikisi olanda 4 dənəsi də olmayacaq. Bir ölçüde satılma ihtimali %25 ise 6'sından 4'ünde. 6'sından 4'ünde. %25'in üstünde 4. Olması ihtimali %25 ise olmaması ihtimali %75'dir. 6'sından 4'ünde olacaqsa deməli yerdə qalan ikisində olmayacaq. Saldan bayaq var idi. 10 vur %65. İşte gələ %65. 7'den %15 eləmişdi yuvarlaq olaraq. 6'dan %15 ilə 7'den %15'in arasında 7 var. Dedik. 4 cüt. 1 cüt uşaq corabın satılma ehtimalı 0.8 ise 2 cütünün 4'ündən ikisi satılsın deməli. Dördündən ikisi, kombinasyon 4'ten 2. Satılması 2, satılmaması yerdə qalan o da 2. Dört n'di. NP plus P. Yani 4 vur 0.9 üstə gələk 0.9. 4.5. 4.5 ilə 3.5'in arasında neçə var? 4 var. Keçdik başqa tip suallara artıq. Biz burada nədən istifadə edirik? 2100 tələbənin hər birinin müsbət qiymət alma ehtimalı. Yine mən suallardan birinin üzərində biraz daha ətraflı dayanıram tam izah etmək üçün. Deməli n verilən sayda 2100'dür. P ehtimalı 0.7'dir. P 0.7 olanda Q 1.0.7 yani 0.3 olar. Bu bizim verilenlerdir. En azı M1 deyək buna 1480. En çoxuna da M2 deyək 1500.
Müsbət qiymət alması ehtimalı. Biz burada əsas etibarilə x1 və x2-ni tapmağımız lazımdır. Amma bunlardan birini də tapsaq olar. Çünki təkrarlanan cavab yoxdur. Necə tapırıq? x1-i tapmaq üçün n1-dən n vur p-ni çıxıb bölürük npq-yə. x2 üçün də m2-dən np-ni çıxıb npq-yə bölməliyəm. Amma bir dənəsinin üzərində həll edeyim. 1480-dən çıxıram. N vur p, yəni 2100 vuraq 0,7 bölünsün kök altında 2100 vuraq 0,7 vuraq 200 0,3 bərabərdir. Baxaq görək burada nə alırıq. 2100-ü 0,7-yə vursam sıfırların biri gedər. 210-u 7-yə vursam eləyər 1470. 1480-dən 1470 çıxsam 10 qalar. Və sıfırın biri getdi. Bu birisi sıfırda getdi. 21 bu 21-dən də elə 21 çıxdı. Baxın, burada neçə variantda bizdə 10/21 cavabı var. X-ın qiyməti, yəni fixların qiyməti. Yalnız bir var. Elədir. Ona görə də bu elə bizim düzgün cavabımızdır. Mən burada x2-ni də tapa bilərdim. x2-ni tapanda m2-dən, yəni 1500-dən çıxacam. Eyni şeylərdir np, məxrəci də npq. 1500-dən çıxsam 1470 neçə qalır? 30 qalır. npq də kök altında 21 çıxmışdı. Neçə ixtisar var? 3 ixtisar var. 10/7. Baxın, hər ikisini aldım. 10/7-ni də aldım. 10/21-i də aldım. Hər ikisini aldım. Yəni, yenə deyirəm, biri bəhs edir onsuz da sürətli həll etmək üçün. 5-dən 1-i. 5-dən 1-nin satılması. Sataq. 5-dən 1-ni sataq. Kombinezon 5-dən 1. Satılmasının üstündə 1, satılmamasının üstündə 4. Kombinezon 5-dən 1 ilə 5 eləyir. 0,8 ilə 0,8 eləyir. 2 üstü 4 də neçə eləyir? 16 eləyir də. 0,16 belə eləməlidir. 4. Bura 4 eləyər. 4-ü də 16-ya vuranda 64. Düzdür cavabımız. 8. Üçünün satılması. Bu dəfə üçünü satırıq. Kombinezon 5-dən 3. P üstündə 3. 2 üstündə yerdə qaldı. Neçəsi? 2-si qaldı. 5-dən 4-ü. Kombinezon 5-dən 4-ü. 20% isə deməli ehtimal 0,2-dir. 0,2 üstündə 4. 0,2 ehtimalla olursa 0,8 ehtimalla olmur. 5-dən 4-ü olacaqsa deməli bir dənəsi olmayacaq. 7 imtahan verməlidir. İmtahana müsbət qiymət alma ehtimalı 0,7-dirsə 4 imtahandan 1,5 ildə 7 imtahan verməlidir. Və imtahana müsbət qiymət alma ehtimalı 0,7-dirsə 4 imtahandan. Yaxşı. 7-sindən 4-ünü keçsin. 0,7 üstü 4 ilə 0,3 üstü yerdə qaldı 3 dənəsi. Mən bunların hansını ki yarımçıq cavablarını qoyuram. Siz hansınısa almasanız ya səhvli olsa yazın. Bir də təkrar o suallara baxa bilərik. Sadəcə bax getməsin deyə tez-tez yazıram. Bayaqki tip sualdandır. Bir dənə x-i tapsam burada bəhs edəcək. Deməli x bərabərdir. M çıxaq np bölək npq. M 1575-dir. N 2100 idi. P də 0,7. Kök altında 2100 0,7 0,3. P 0,7 olanda Q'da 0,3 var. Sıfırların bir getdi, bu sıfır da getdi. 21-dən 21 21 çıxdı. Məxrəcdə 21 çıxar. Bu 1470 eləmişdi. 1470. 1575-dən 1470 çıxsa neçə qalar? 105 qalar. 105-i də 21-ə bölsəm 5 dəfə. 5.
5, 5, 5, 5 harda var? 5 yalnız burada var. Deməli, bu bizim düzgün cavabımızdır. Eyni prinsiplə, baxın, eyni x-in qaydası ilə müstür var. Burada hazır yazmışam. X bərabərdir 3100, 310 daha doğrusu çıxaq. 400 vuraq 0.8 NP. Burada da NP və o da bunun Q'su. Sıfırlar getdi, sıfırlar getdi. 8 vur 8-dən məxrəcdə 8 çıxdı. Burada isə 320 eləyir. 320. Düzdürəm də. 320. 310'dan 320 çıxana nə qalır? Mənfi 10 qalır. Bu da eləyir. Mənfi 1,25. 1,25 harda var? Bir yerdə. Fi funksiyası tək funksiyadır. Tək funksiya olduğuna görə fi mənfi x bərabərdir mənfi fi x-a. Ona görə də bu mənfi qabağa keçir. Olur. Mənfi fi 1,25. Ən böyük ehtimallı ədəd. Yenə də ən böyük ehtimallı ədəd baxaq burada. Nə etməliyiksə edək. N vuraq P üstə gələk. Bir dənə də P. Bu bərabərdir. Bu dəqiqliklə bərabər olur 27-yə. Əgər biri 27-dirsə, deməli o birisi 26-dır. Və M0 ədədi 27 ilə 26-nın arasında olacaq natural ədəddirsə, bu həm 26 ola bilir, həm də 27 ola bilir. Deməli, biz 44 dənədən 26-sını da seçsək, eyni ehtimal alırıq cavab. 27 də seçsək, yine eyni ehtimal alırıq. Ən böyük ehtimallı ədəd 5 vur 0.8 üstə gələk 0.8. Tamamlamıram, artıq bundan çox sual həll eləmişəm. 100 fermerin 10 il müddətində kredit verilir, 10 il müddətində qaytarılma ehtimalı. Baxın, burada əlavə məlumatlar var. Fermerlərin sayının 100 olması bizə lazım deyil. 10 il müddətinə qaytarmaları, bu da bizim rəqəmlərə təsir eləmir. Həllimizdə rolu yoxdur. Önəmli olan nədir? P-nin qiyməti 0.7-dir və 8 fermerdir. 8-dən 5-i qaytarsın deyir. 8-dən 5-i vaxtında qaytarsın. Vaxtında qaytarma ehtimalı 0.7-dirsə, üstündə 5 dənə. Qaytarmama ehtimalı onda 0.3-dirsə, yerdə neçəsi qaldı? 3-ü qaldı. 3-ü də vaxtında qaytarır. Bunu yazmağımız bəsdir. Deməli, yadda saxlayaq nəyi? Əgər məsələn bizə şərti ehtimalla məsələ verilmişdirsə, biz istifadə edirdik Bayes düsturundan. Əgər bizə baxın, yuxarıdakı qaydadan 8-dən 5-ini seçirik, 3-dən 2-sini seçirik, az bir sayda seçim ediriksə, istifadə edirik Bernoulli düsturundan. Yox, əgər N'in sayı çox, P'nin sayı çox kiçikdirsə, N vur P 10-dan kiçik olursa, istifadə edirik Poisson düsturundan. Amma burada N çox olsa da P çox kiçik deyil. Deməli, Poisson düsturu lazım deyil. Bizə yalnız bir dənə qiymət veriləndə əsas etibarilə istifadə edirdik biz lokal teoremdən. Amma iki dənə qiymət olanda isə artıq neçə ilə isə neçəsi arasında x1, x2 arasına qiymət olanda isə istifadə edirik integral teoremindən. Eynən burada da iki dənə qiymət var deyə, iki qiymətdə biz istifadə edirik integral teoremindən. Sonra bunlar nəzəri sualları idi. Yol verilən 5 parametrə görə yoxlanılır. Yol verilən sərhədlərin kənara çıxması ehtimalı 0.3-dür. Yol verilən sərhəddən kənara çıxma parametrinin sayının 4-dən az olmaması ehtimalı. 4-dən az olmaması həmişə ehtimal məsələlərində həll etmədən öncə hansı hadisəni araşdırırıqsa, o hadisənin özünü aydınlaşdırmaq lazımdır ki, burada ümumiyyətlə nə istənilir bizdən. Daha sonra isə həll etmək artıq asandır. 4-dən az olmaması, yəni 1, 2, 3 olmasın. 4 və 5 ola bilər. Deməli, biz burada iki dənə ayrı-ayrı ehtimalları toplamalıyıq. Bir, toplamalıyıq kombinizon. Deməli,
Hesaplamalıyıq biz burada. Kombinizon 5-dən 4. 4-ündə olsun. 0, 10-da 3 üstü 4. 4-ündə olacaqsa 1-ində olmayacaq. 1-də 5-i də olsun. Yəni, yenə deyirəm, 4-dən az olmaması o deməkdir ki, 4 və 5 ola bilər. 5 olanda da elə onda 0, 10-da 3 üstü 5 olar. Bərabər. Bu bizə cavabı verməlidir. Çünki, baxın, bu eləyir 0,0 28, 35. Üstə gələk. 3-ün 3 üstü 5 isə 3 üstü 4 81-dir. Bir dənə də onu 3-ə vursaq 243 eləyər. 0, 0, 243. Baxın, toplasam 5 dənə buradadır, 5 dənə də buradadır. Sonuncuları toplasam 8 verir. Hə, düzdür. 35-dən 43, 78, 28-dən də 2, 30. Bəli, düzdür. Belə olmalıdır. Təsadüfən seçilən sürücünün avtomobili sığorta etməsi ehtimalı 0,6-dırsa, 100 sürücüdən avtomobilləri sığortalan ən böyük ehtimallı ədəd. Yenə də M0. Artıq bundan çox sual yazdıq. 100 vuraq 0,6 üstə gələk 0,6. Elə bu 60,6 eləyir. 60,6 ilə 59,6 arasında neçə vardı? Yuvarlaq ədəd elə 60-ın özü var. 4-ündən 3-ündə. 4 paketin 3-ündə satılması. 4-ündən 3-ü ehtimal 0,3-dür. Olması 0,3-dürsə, olmaması 0,7 olar. 20-sində 8-indən ən böyük ehtimallı ədəd. Hə, bu başqadır. Yenə də M0-dır. N vuraq P üstə gələk P. 1,6-nın üstə 0,2 gəlsək 1,8 eləyər. 1,8 ilə 0,8-in arasında neçə var? 1 var. Bu yenə fi ilə olan suallardır. 300-370 arası. Bir dənəsini tapsam, mənə elə gəlir, bəhs eləyir. Bir dənə x1-i tapım. M1 çıxaq. NP kök altda NPQ. X1 neçədir? 300 çıxaq. N 400. P maraqlıdır ki, P neçə olacaq? 100-ündən 80-ində keyfiyyətlisə, deməli %80, yəni 0,8 P-dir. 0,8 P olarsa 0,2 də Q olar. Buradan sıfırlar getdi. 8 vur 8-dən məxrəcdən 8 çıxacaq. Öz yerində yazın bu sualı. Sürətdə isə 300-dən 320 çıxanda mənfi 20 qalır. Və bu da 2 tam, mənfi 2 tam neçə eləyəcək? Onda 5 eləyəcək. Fi funksiyası tək funksiya olduğu görə mənfi fi mənfi 2,5 mənfi fi 2,5-ə bərabərdir. Fi mənfi 2,5 bərabərdir mənfi fi 2,5-ə. Ona görə 2,5 ilə olan cavab düzgün cavabdır. O birisini də tapsaq, o birisi də altdan %25 eləməli idi. Eyni prinsiplə yenə də önəmli olan nədir? M1, M2 verilib bizə. Baxın, ikisi verilib. Bu M1-dir, bu M2-dir. N-in qiyməti N neçədir? 100-dür. Bu dəfə gəlin böyük hesablayaq. 51 hesablayaq. 51 çıxaq. 100 vuraq. Bəs P neçədir? P məsələdən bilinməli. Vergi təlimatçısının yoxlamasına görə orta hesabla hər ikisindən biri. İkisindən biri maliyyə intizamı pozursa, deməli P elə 2də 1-dir. 100 vuraq. P 2də 1 olanda onda Q də 2də 1-dir. Sıfırlar getdi. Məxrəcdən 5 çıxdı. Sürətdə də 51-dən 50 çıxanda qalar 1. O da eləyir 0,2. Yalnız bir variant da var idi. Sonra bayaq bu tipli bir suala baxdıq. N çox böyük olarsa, P çox kiçik olarsa və NP hasili 10-dan kiçikdirsə, burada 6 eləyir. Deməli, Poisson düsturu istifadə olunmalıdır.
A hadisəsinin bir sınaqda baş verməsi ehtimalı 0,3, 4 asılı olmayan sınaqda 3-dən, 4-dən 3-də olsun, 4-dən 3-də. Kombinizon 4-dən 3, 0,3 üstü 3, 0,7 üstündə 1. 3 dənəsində olacaqsa, 1 dənəsində olmayacaq. Ən böyük ehtimallı ədəd 10 n-dir. %88 P'dir. Üstə gələk bir dənə də %88. 8,8-in üstə gələndə 9,68 eləyər. O birisi də 8,68 eləyəcək. Bu ikisinin arasında neçə var? Tam olaraq 9 var. Ən böyük ehtimallı ədədimiz. Yaxşı. Əslində bizə 2 dənə x verəndə, indi burada bir şey yadda saxlayaq da. 2 dənə qiymət verəndə, m1 və m2 verəndə biz fi x2-dən çıxmalıyıq fi x1-i. Və əgər bunların qiymətləri bir-biri ilə işarəcə fərqlidirsə, yəni x1 bərabərdir mənfi x2-dirsə, onda biz alırıq fi x2 çıxaq fi mənfi x2. Və bu funksiya tək funksiya olduğuna görə bu gəlir, bunu müsbət eləyir. Olur 2 dənə fi x2. Yəni düsturun özündə 2 dənə x varsa və bunlar işarəcə bir-birinə əks olanda 2 fi x2 yaranır. Və ona görə də bu suallarda heç, məsələn, bunları həll etməyə ehtiyac qalmır. Haradakı 2 var, 2 fi'lər var. 2 fi'lər baxın məsələlərdə. Görürsünüz 2 olanlar. Yəni bunun əmsalı 3, 4, 5 olması mümkün deyil də 2. Baxın bunların hər üçündə 2 olan cavab düzdür. Amma belə də ki həlli dedim. Həll x1, x2-nin tapılmasına aid bayaqdan neçə dənə misal yazmışıq. Dəqiqliklə tapa da bilər. x1-i tapsaq x2 onun əksi olacaq. Əgər cavabda hamısı 2'lər olsa, onda tamamilə əlbəttə ki həll edə bilərik. Həll qaydasını bilirik. Başqa bir sual. Kitabın 0,9 ehtimaldır. 3'ündən ikisində. 3'ündən ikisində. 3'dən 2. İkisində oldu. Bir dənəsində olmadı. Kombinizon 3'dən 2 ilə 3'ə bərabərdir. Bu da 0,81'dir. Bu da 0,1'dir. 81'i də 3'ə vuranda 243. Nazarat şöbəsi. 0,8 bərabər olarsa 2'dir. İkisindən biri. Asan bir şeydir. Əslində gəlin bunu kombinizonla yazmayaq. Ehtimalların vurulmasına yazaq. İkisindən biri olacaqsa birinci olanda ikinci olmayacaq. Və ya ikincisi olanda birincisi olmayacaq. Yəni eyni şeydir. 16 plus 16 32 eləyir. Kombinizon 2'dən 1 də deyə bilərdik də, ona eyni şeydir. Yəni kombinizon 2'dən 1 P üstü 1, Q üstü 1. Gördünüz eyni şey alında. 2 vurulsun 0,8 vur 0,2. Eyni şeydir. Ən böyük ehtimallı ədəd 6 vurulsun 0,6 üstə gələk bir dənə də 0,6. Bu da eləyir 4,2. Biri 4,2'dirsə o birisi 3,2'dir. Bunun da arasında neçə var? 4 var. Yenə ən böyük ehtimallı ədəd M0 nə ilə nə arasındadır? NP üstə gələk P. NP çıxaq Q. Yazılı imtahan verən tələbələr bunu düzgün yazın, səliqəli yazın, yarımçıq yazmayın, düsturu düz yerində qoyun. Çıxaq 0,3 olur burada. Baxın, bax, gördüyünüz kimi necə yazıramsa ilə yazsaz düzgün bal alırsınız. 3,5 4,2 bura elədi. 3,2 də buraya eləyər. M0 neçə olur onda? Bərabər olur 4. Amma bu yazını yazsaz
tam olaraq balınızı alırsınız yazılı imtahanda. Amma bu imtahan üçün, test imtahanı üçün bunu yazmaq rahatdır. NP əsas hissəni həll edir və 140-ı da izah edim, sonra qalanlarını izah edərik. Yine ən böyük ehtimallı ədəd 7 vuraq 0.6 üstə gələk 0.6. 4.8. Onda burada 3.8 olar. Bunda arasında neçə var? 4 var.